İnşallah bu mövzumuzda İmam Səccad əleyhissalam 4-cü imam barəsində olacaq. İmam Səccad əleyhissalam əsl adı Əli İbn Hüseyndir. Yəni İmam Hüseyn əleyhissalam bir xüsusiyyəti var ki, uşaqların adının hamısını İmam Hüseyn əleyhissalam Əli qoyardı. Yəni böyük Əli, kiçik Əli öz atasının adını qoyardı. Ona görə də İmam Səccad əleyhissalam əsl adı Əlidir. Əli İbn Hüseyndir. Hüseynin oğlu Əli. Sadəcə olaraq bu İmam Səccad əleyhissalam çoxlu səcdə elədiyinə görə, Allah ibadət elədiyinə görə o ləqəb veriblər ona. Yəni onun adı deyil, ləqəbləridir. İnşallah mövzumuzda ləqəbləri də gələcək, orada biləcək inşallah. Həmin bu 4-cü imamımız Şaban ayının 5-i, Hicrətin 38-ci ili. Təqribən də bizim bu miladi ilinin 661. Demişəm də, yəni çünki o ki Hicri qəməri hər il 10 gün bizim ildən geri qalır. Ola bilər 1 il, 2 il arxaya çox fərq eləsin, yəni az, çox fərq eləsin. Şəhadət, imam şəhadətə yetişib 56-57 yaşında Məhərrəm ayının 25-i, Hicrətində 94-cü ili. Təqribən də bizim illə 717-ci ildə. Anası Şəhrubani xanımdır ki, atası da İmam Hüseyn əleyhissalamdır. Və bunun xanımı da İmam Baqir əleyhissalamın anası, xanımı da İmam Həsən əleyhissalamın qızıdır. Fatimə adında bir qızıdır. Bu, həmin bu Şəhrubani da Şahzənan adında bir xanım olub. Atası ki, Səsanilər şahının sonuncu şahı olub. Yəni İranda Yezdəgir şahı olub. Yəni o Səsanilər dövlətinin axırıncı şahı olub, xanı olub. Bu həmin Yezdəgirin qızı olub və İraq təqribən tarixdə o qədər sübut olmuyor. Mümkün ki, birinci xəlifənin və yaxud da ikinci xəlifənin zamanında İran müharibəsində əsir götürülüb və İmam Hüseyn əleyhissalam o xanımdan izdivac edib və ondan İmam Səccad əleyhissalam dünyaya gəlib. Ümumi şəkildə, yəni bu da xan qızı olub, padşah qızı olub və İmam Hüseyn də bir neçə dənə övlad sahiblər. 5 dənə də sahiblər, 6 dənə də sahiblər. Onlardan da biri imamın oğlu İmam Baqir əleyhissalamdır, 5-ci imamımızdır. İmam Səccad əleyhissalamın fəzilətləri böyükdür. Niyə görə? Çünki bunun atası İmam Hüseyn əleyhissalam tanıyırıq ki, necə bir şəxs olub. Bütün əhl-beyt, hətta 124 min peyğəmbər İmam Hüseynə ağlayıblar şəhadətinə görə. Və İmam Rıza əleyhissalam, İmam Sadiq əleyhissalamdan da görsən bəzi tarixi hadisələrdə İmam Sadiq əleyhissalam bir roza oxuyana pul verir ki, deyir ki, mənim babamdan oxu, mən ona ağlayayım. Yəni bu cür həm İmam Hüseyn əleyhissalam o şəxsdir ki, özündən qabaq gələn peyğəmbərlər, övsiyalar onu ağlamışdı, həm özündən sonra gələn imamlar da İmam Hüseyn əleyhissalama ağlayıb. Yəni bu cür bir dəyərli, böyük bir əzəmətli imamdır İmam Hüseyn əleyhissalam. Onun balasıdır. 2 dənə babası Əli əleyhissalam imamdır, rəhbərdir. Peyğəmbər əleyhissalam gözəl peyğəmbər, ən üstün əxlaq sahibi, bütün peyğəmbərlərdən üstün olan peyğəmbərin balası idi. Nənəsi xanım Zəhra salamullah əleyhə ki, onun haqqında qeyd elədi ki, xanımın nə məqamı vardı. Bu cür şəxslərin ailəsində dünyaya göz açmışdı. Ona baxımından bunun hər tərəfdən fəziləti vardı İmam Səccad əleyhissalamın. Və İmam Səccad əleyhissalamın kitabları var, Səhifə-i Səccadiyyəsi var, gözəl dua kitabıdır, yəni Allahla rabitə qurmaq üçün. Hüquq risaləsi var və 15 dənə münacatı var ki, Allahla münacat eləmək yazıb 15 dənə. İnşallah görə qismət olsa, mənim bu niyyətim var. Mən qısa eləyəcəm. Ola bilər 2 gün, 1 gün, 3 gün İmam Səccad əleyhissalamın əxlaqı barəsində mövzular işləyəcək inşallah. Çox gözəl, dəyərli əxlaqı mövzulardır. İndi özünüz də inşallah işləyəcəksiniz və şahid olacaqsınız ki, həqiqətən də bunları dinləməyə ehtiyac var. İmamın ləqəblərindən başlayaq. Birinci ləqəbi imamın İmam Zeynul Abidindir. Yəni, ibadət eləyənlərin zinəti, bəzəyi, mənası bu deməkdir. Buna da niyə görə? Əsqalani ki, böyük sünni alimlərindəndir. Özü qeyd edir buna, deyir ki, ona görə buna deyirlər ki, çünki imam o qədər çox ibadət eləyirdi deyə bu ləqəbi verdilər. Yəni, ibadət eləyənlərin zinəti, bəzəyi. 3-cü cild, 306-cı səhifədə Əsqalani öz Təhsib-ül-Təhsib kitabında bunu qeyd edib. Böyük sünni alimlərindəndir. 2-ci ləqəbi imamın İmam Zeynul Abidin. Yəni, ibadət eləyənlərin zinəti, bəzəyi. 3-cü cild, 306-cı səhifədə Əsqalani öz Təhsib kitabında bunu qeyd edib. Böyük sünni alimlərindəndir.
Və Şia alimlərindən də biri rivayət edir, deyir ki, bu haqqında imam üçün göydən nida gəlir ki, Zeynül Abidin ləqəbə. Deyir ki, şeytan bir gün ilan şəklində, inşallah qismət olsa cinlərin də sinifi haqqında çox yox, 2-3 dəqiqəlik bəhs açacağım ki, cinlər neçə sinifdə olar da bəyan edəcəm. İnşallah bunu yadda saxlayın. Şeytan bir gün də ilan şəklində imam namaz qılarkən gəlib ayaq barmağından sancdı, dişlədi. Amma imam heç də namaz halında ona diqqət eləmədi və namazı da kəsmədi. Namazı axıra qədər bitirdi. İmam eşitdi ki, göydən bu nida gəldi. Fəsəmiyə munadi, yunadi, əntə zeynul abidin haqqın. Həqiqətən də sən, göydən bu səs gəldi, sən ibadət eləyənlərin zinətisən. Bu bəlkə bəzi adamlara qəribə gələ bilər. O cümlədən istər şia olsun ya əhl-i-sünnə olsun, fərq eləməz. Yəni hər bir şəxsə təəccüb gələ bilər ki, insan necə ola bilər ki, bəs ilan insan ayağını dişləsin, heç olmasa bunun ağrısı ilanın özün görürsən. Gözün görür. Necə ola bilər ki, gözün görə-görə ilan sənə yaxınlaşır, insan onu hiss eləməsin və yaxud da bir anda namazda dəyişiklik özündə baş verməsin. Bu necə ola bilər? Bəziləri deyə bilər ki, da bu qədər də şişirtmək olmaz da, yəni bu ağ eləyirsiniz ki, yəni bu qədər insan ilanı görə və barmağını dişləyə. Amma bunun çox sadə və heç kəsin danılmaz bir cavabı var. O da nədir? Quran ayəsidir. Quran ayəsidir. Çox bu Quran ayəsini neçə vaxt bu ayənin üstündə axtarırdım. Nəhayət əlhəmdülillah Allah bunu qismət elədi, tapdım bu ayəni. Ki, yəni bunlara necə, yəni bu ayəni oxuyurdu. Siz də indi eşidəcəksiniz və biləcəksiniz ki, çox bir asan bir ayə imiş. Uzun zaman belə hadisələr mən eşidəndə istəyirdim ki, buna bir möhkəm dəlilim əlimdə olsun ki, qarşı tərəfə ondan cavab verməyə. Bu ayə göstərir ki, hansı ayədir? Yusif surəsinin 50-ci ayəsi. Hansı ayədir? Bizim dildə mənası nədir? Ki, Züleyxa xanım, ki, Yusuf əleyhissalamla hadisəsi məşhurdur. Qadınlar bunu qınadılar ki, sən neyləmirsən, öz qulamı ilə pis iş görmək istəyirdin. Şəhvət səni bu qədər aldatdı ki, sən öz qulamı ilə bu işi görmək istədin. Xanım dedi ki, siz məni başa düşməzsiniz Züleyxa. Məgər ki, siz gərək Yusifi görəsiniz, ondan sonra mənim dərdim başa düşəsiniz. Qadınları çağırdı, mütəkkə düzdü bunlar üçün. Quran ayəsində elə bu şəkildə də gəlib, oturdular və meyvə qoydu bunlar üçün və hərəsinin əlinə də bıçaq verdi. Və necə ki, filmdə də çəkilib. Həmin bu Yusif surəsinin 50-ci ayəsini oxuyuram. Və meyvəli dedi, götürün, kəsin meyvələri. Bunlar bıçağı əllərinə götürmüşdülər və bu anda Züleyxa Yusuf əleyhissalamı çağırdı ki, ey Yusuf, daxil ol otağa. Yusuf əleyhissalam ki, otağa daxil olan kimi bu qadınlar bir anda özlərindən keçdilər və əllərini kəsdilər və dedilər, Allah saxlasın. Ayə bu cürdür. Bu ki, bəşər deyil. Bunu görən kimi dedilər ki, əlini kəsdilər və əllərini kəsməyi də hiss eləmədilər. Nə dedilər? Dedi ki, Allah saxlasın. Bu ki, bəşər deyil. Bu ancaq hörmətə layiq olan bir mələkdir. Bunu kim deyir? Həmin o Misirdə olan Züleyxanın yanında olan xanımlar deyir. Deyir ki, bu bəşər deyil, bu hörmətə layiq olan bir mələkdir. Bu qadınlara diqqət edək bura. Şəhvətamiz şəhvətlərində boğulub kimə baxdılar? Yusufə baxdılar, bir anda özlərini yaddan çıxartdılar və əllərini kəsdilər. Və əllərini kəsəndə də bıçaq əllərində hiss eləmədilər ki, bu adam, bu şəxslər əllərini kəsdi. Sonra haçandan haçana o ki, o aləmdən, o məhəbbət aləmindən, yəni o ki, Yusufə vurulmaq aləmindən ayrılandan sonra hiss elədilər ki, bunlar əllərini kəsib. Amma necə ola bilər ki, İmam Səccad əleyhissalam o cür təqvalı bir şəxs, o cür ailədə böyüyən bir şəxs Allahın qarşısında dayansın. Bu cür bir şəxs kimə baxır? Allaha baxır. Və Allahın qarşısında bir dənə ilanı görməklə, ilanı dişləməklə ayağını çəksin və yaxud da namazdan qaçsın. Ola bilərmi? Biz o cür şəhvətin içində boğulan qadınlar özlərini itirirlər, heç nə hiss eləmirlər. Amma bizim İmam Baqir, İmam Səccad əleyhissalam bir kimi şəxs o şeyləri hiss eləsin və duysun. Haşa, bu mümkündür. Ki, bu onun Qurandan cavabı idi, ayəsi idi. Hər kəs əgər bunu imamın hərəkətini inkar edirsə, gərək Quran ayəsində inkar eləsin. Bu da qeyri-mümkün olan bir şeydir ki, onu Quran ayəsini insan inkar eləsin. Ki, bu onun Yusuf surəsi 50-ci ayədə cavabı idi. Və ikinci ləqəblərindən də biri nə idi? Seyyidül Abidin. İbadət edənlərin ağası mənasını verirdi. Yəni, o qədər ibadət edərdi, axırda deyirdi ki, bu ibadət edənlərin ağasıdır. Və öz deyirdilər ki, eyni İmam Səccad, eyni Əli əleyhissalamın babasının ibadətini eləyir. Baxanda deyirdilər ki, həmin bu şəxs elə atası, babası İmam Əmirəl-Möminin ibadətini eləyir. Bu baxımından ona
bu ləqəbi vermişdilər. Və bir dənə də son bu ləqəb, üçüncü ləqəbini də oxuyuram. İnşallah sözümüzü çatdırıram sonra. Sabah Allahın izni ilə davam elətdirərik qalanı. Və üçüncü, birinci Zeynul Abidindir, ikinci Seyyidul Abidin, üçüncü Zul Səfinat. Zul Səfinat. Zul Səfinat ərəbcində nə deməkdir? Üzrsən, bu ki, məsələn, dəvənin adətən ki, yük daşıdığına görə, dəvə ki, yatır, qalxdığına görə dizləri sinəsə qabar bağlayar. Bərk qabıq olar. Ona səfinə ərəblər deyərlər. İmam Səccad əleyhissalama da bu ləqəbi ona görə vermişlər ki, 7 dənə bədən üzü artıq qabar bağlamışdı ibadət eləmədi. İndi özümüz fikirləşək ki, gör bu şəxs necə ibadət əhli olub ki, artıq o 7 dənə yerə dəyən yerlər bərkimişdi. Bəzi məsələn barmaqlarda daş şəklində qabar bağlamışdı. Dizlərdə qabaq bağlamışdı. Əllərdi, alnında bu şəkildə idi. İmam Baqir əleyhissalam nə buyurur? Deyir ki, ona görə o adı verilmişdir ki, çünki çoxlu səcdə eləyərdi. Və İmam Baqir əleyhissalam bu ki, mənim atam ki, İmam Baqir əleyhissalam ki, İmam Səccadın oğludur. Buyurur ki, وَلَقَدْ كَانَ تَسْقُطُ مِنْهُ كُلُّ سَنَةٍ سَبْعُ ثَفِينَاتٍ مِنْ مَوْضِعِ سُجُودِهِ. Hər il atamdan 7 dənə qabar qopardı, kəsərdi. Atam qopardardı 7 dənə üzvündən, səcdə yerlərinə 7 dənə qabarları qopardardı və onları özü ilə yığıb saxlayardı. Və kana yecma'uha falamma mat dufinat ma'hu. Və imam dünyasını dəyişəndə imamla dəfn elədilər həmin o qabarları. Ki bunun mənası nə idi? Ki mənası bu idi ki, imam sabah qiyamət günündə Allaha göstərəcək, ilahi, bax bu mənim bədən əzalarım sənin yolunda qabar olub. Sənə ibadət eləmişəm. Bax bunlara görə mənə rəhm elə. Sənə səcdə eləmişəm. Ya Rəbbim, səndən başqası səcdə etməmişəm, bizə rəhm elə. İlahi, sən də İmam Səccad əleyhissalama xatir, ibadətinə xatir bizlərə rəhm elə. Və burada bu bir məsələni də qeyd edirəm ki, müstəhəbdir ki, insan saçını qırxdıranda, dırnağın qırxanda, dişini çıxartdıranda yığsın bir yerə, ya dəfn eləsin və yaxud da özü ilə bir yerdə dəfn eləsin. Ki, müstəhəbdir ki, şəriətimizdə, yəni vacib deyil, müstəhəbdir ki, bu işi görsün, dəfn eləsin, yəni küçəyə tökməsin və yığıb saxlaya bilirsə, özü ilə dəfn elətdirsin. Ki, bu şəriətimizdə olan bir məsələdir. Amma biz üçün nə faydası var, dişimiz, ya dırnağımız, saçı, bizə nə xeyri olacaq ki? O ki, İmam Səccad əleyhissalamdır, öz dizlərini qabar eləmişdi. Faydası da vardı ki, sabah şəhadət verəcək. Allah'a and verən İmam Səccad əleyhissalamın ibadətinə Allah qiyamət günü bizim şəfaətimizi ən gözəl şəxslərdən, şəfaət eləyənlərdən qərar versin inşallah. Allah günahlarımızı bağışlasın. Allah bu bəlaları İmam Səccad əleyhissalamın qabarına xatir bizdən uzaqlaşdırsın inşallah.